Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı sual var idi. Verilib ki, 1 bölünsün 2x plus y plus 7 və üzərinə 1 bölünsün x çıxılsın y plus 3 bərabər 1-dir. X, y alsın istəyir. Baxın müəllimlər, burada bir məntiq var. Nədir məntiq? 2 kəsirdir və sürətləri hər ikisinin 1-dir. Hansı iki kəsirin sürətləri birisi toplamda 1-dir? Əlbəttə 2 ilə 1-dən 2 ilə 1. Deməli biz hər bir kəsiri 2 ilə 1-ə bərabər edəcəyik. Yəni onsuz da sürətləri 1 qaldığı bilinir. Baxın, bu ifadəni də biz 2'ye, həmçinin bu ifadəni də 2'ye bərabər edib tənliyi həll edəcəyik. Baxın, 2x plus y plus 7 bərabərdir 2'ye. 2x üzərinə olsun y üzərinə olsun 7 bərabərdir 2'ye. Biraz sadələşdirsin olacaq mənlər. Deməli 2 dənə x üzərinə olsun y, 7'nin sağ açısından ne olacaq? 2 çıxılsın 7'yə bərabərdir -5 alıram. Həmçinin digər tərəfə baxın müəllimlər. Baxın, bu ifadə var. X çıxılsın y plus 3'ü bərabərləm 2. X çıxılsın y üzərinə olsun 3 bərabərdir 2'yə. 3'ü açsam sağa nə olacaq? X çıxılsın y bərabər 2'dən 3 çıxanda qarı -1. Düzdür? Baxın, bu iki sistem tənliyi mən həll edəcəm. Yəni buradakı bu ifadəni gətirib mən burada yazmalıyam. Sistem tənliyi kimi həll etməyə ötürü. Baxın mənim elə bir ki bunlar yoxdur. Ne olur? 2x plus y bərabər -5. X çıxılsın y bərabərdir -1'ə. Yəni bunu biz altılı toplasın ne olacaq? Y-lər islah gələcək. Nə qalacaq? 3 dənə x qalacaq. 3 dənə x bərabərdir. -5 ilə -1 cəmir -6'ya. Demək burada nə alınır? X bərabər neçəymiş? -6'ın 3'ə bölündə -2 alarıq. X bərabər -2 imiş. İndi baxın, burada biz yeni yaza bilərik. Düzdür? X bərabər -2 isə əgər lap təzdən yazaq. X çıxılsın y bərabərdir -1. X yenə -2 yaza bilərəm mən. -2 çıxılsın y bərabərdir -1. Bir sadələşdirmə olacaq. Y sağ açsam nə olacaq? -2 üzərinə olsun 1 bərabərdir y-ə. Və nə alır müəllimlər? Y bərabər -1 imiş. Y bərabər -1 aldım. Y -1'dir. X neçədir? X'i də burada tapdıq ki -2'dir. X, y halsını neçədir? Bizdən nə istəyir müəllimlər? Baxın. Bizdən istəyir ki x vurulsun y halsını tapın. -2'ni vurarıq -1'ə. Cavab oldu müsbət 2.